Salam əziz izləyicilər, biraz əvvəl Türkiyəyə məxsus neft tankerinin Qara Dənizdə vurulduğu barədə məlumat vermişdik. Ona kimi hələlik rəsmi açıqlama yox idi. Artıq ilkin rəsmi açıqlama gəlib və həmin gəminin qəsdən vurulduğu deyilir. Deməli, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu bildirib ki, Qara Dənizdə Altura neft tankerinə dron hücumu qəsdən olunub. Gəminin mühərrik bölməsində partlayış baş verib. Dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir deyə Abdülkadir Uraloğlu bildirib. Nazir deyib ki, Rusiyada xam neft yüklənmiş xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir. Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb, yəni qəsdən həyata keçirilib, yaxın saatlarda dəqiq məlumat veriləcək deyə Abdülkadir Uraloğlu bildirib. Xatırladaq ki, Altura adlı xam neft daşıyan deməli tanker Qara Dənizdə dronla vurulub. İlkin məlumat bu idi. Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul boğazından təxminən 15 mil uzaqlıqda Qara Dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində ciddi zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilirdi. Gəmidə 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu deyilib.